8 nəfər oğlumu qətlə yetiriblər. İşi düzgün qiymətləndirmirlər. Bunları iddia edən Yevlax rayon sakini Orucov Mahir Valeh oğlu bildirir ki, onun oğlunu qətlə yetirən şəxslər sehirli əllər tərəfindən qorunur. Bu fikirləri səsləndirən Mahir Orucovun Prezident İlham Əliyevə müraciətini təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Orucov Mahir Valeh oğlu, Yevlax rayonunun Əşəm kənd sakiniyəm. 2024-cü il aprel ayının 7-sində gecə 2-yə 20 dəqiqə qalmış, evimin qarşısında 8 nəfər 4 maşınla gələrək oğlumu qətlə yetirmişlər. Bunlardan 5 nəfəri birbaşa oğlumun ölümündə iştirakçıdır. Biri tutub, biri kütahətlə vurub, oğlumun çənə sümüyü qırılıb, dodağı partlayıb, sol əlində arxadan bıçaq kəsiyi var, barmağının biri kəsilib. Burada 2 bıçaq olubdur. Bıçağın birinci istintaqda var. 19 ay mən prokurorluğa və məhkəmə orqanlarına həmin o soyuq silahın ortaya çıxarılmasını xahiş elədim, çıxartmadılar. 19 aydan sonra Şəki Azadlı Məhkəməsində həmin bıçağı gətiriblər. Bıçağın ölçməyə hakim qoymurdu Rafael Əliyev. Bıçağın eni 44 millidir, oğluma vurulan bıçağın eni 15 millidir. Orada hələ bir Rafael Əliyev deyir ki, onda məhkəmə tibbi ekspertizası səhv yazıb bunun ölçülərini. Nətər səhv yaza bilir? Haradasa bir insan nəşinə bulanda məhkəmə tibbi ekspertizası rəyi olmadan heç bir cinayət işi başlamır. İndi məhkəmə tibbi ekspertizası rəyi səhv oldu. Mən sübut edə bilmirəm ki, mənim oğlumu çağıran İlyasov Tahirdir. Dəstəyin başına gelib gətirən Tahirdir. Tibbi müayinədən keçəndə narkotik ekspertiz təsiri altında olubdur. İndi bunlardan 2 nəfər tutulubdur. Əvvəlcə bunların ikisi cinayət işə cəlb olunmuşdur 120.1 ilə. Sonradan Tahiri xuliqanlıq maddəsinə, Yevlax məhkəməsinə göndəriblər. Bayramlı Şəhriyarı Şəki məhkəməsinə. 3 nəfər cinayətdən tam kənarda qalıb, onlarla çəkən yoxdur və mən həmin kənddə yaşayıram. Və eşidirəm, müxtəlif mənbələrdən gəlib, bunlar küllü miqdarda pul verdikləri üçün, pul olduqları üçün cinayətdən kənarda qalmalıdır. Cənab, hörmətli, möhtərəm prezidentimiz, mən sizdən xahiş edirəm. Xahiş edirəm ki, bu cinayətçilər qoy öz cəzasını alsınlar. Niyə mənim oğlumu öldürənlər kənarda qalmalıdır? Bugünkü gün mən hələ bilmirəm ki, mənim oğlumu bıçaqla bunların hansı vurubdur? Bayramlı Şəhriyarı hökm oxundu. Mən məhkəməyə gedə bilmədim. Dedim, imkanım yoxdur, pulum yoxdur, gələ bilmirəm. Hakim də Rafael Əliyev həmin günü məmur olmamalı istifadə edərək hökm oxuyubdur. Bəlkə mən bir sözüm var idi. Oradakı deyim, bunun cəzasını ağırlaşdırın, ya yüngülləşdirin. Niyə istifadə edirlər? Bütün şahid ifadələrində də, məhkəmə görüntülərində var. Şahidlər dindirilən zaman Rafael Əliyev işi qərəzdə apardı. Sual verməyə qoymur. Çünki cinayətkar bura şahid qismində dəvət olunubdur. Cinayətkar şahid qismində dəvət olunursa, deməli bu istədiyi sözü deməlidir. Yevlax məhkəməsində verdikləri ifadə Şəki məhkəməsində verdikləri ifadələr üstə gəlmir. Mənim oğlumu ölməmişdən qabaq İlyasov Tahir Rəşad oğlu mənə zəng eləyib, deyib uşaqları çağırmışam, Orxan da gəlir, Kamil də gəlir, Qəbsanlıqa Razborkaya gedəcəyik. Qəbsanlıqa Razborkaya da ancaq adam öldürməyə aparırlar. Mən gecikdim 3 dəqiqə, çatdıra bilmədim oğluma kömək eləyəm. Oğlum həmin vaxtı evə gələn qonağı pənaha ötürməyə çıxmışdı. Elə orada da bunlar gəlib, 4 maşınla, maşın yüksək sürətdə işıqları çox güclü oğlum qarşıdan gələni görməyib. Oğlum burada vurulub, oğlumun çənə sümüyü qırılıb, düz dodağı partlayıb, sol əlinin həmin məhkəmə tibbi ekspertizasına verdiyəyə görə arxa hissəsi kəsilib, barmağı kəsilib, oğlum bıçağın birini tutubdu, ikinci bıçaqla vurulubdu. Mən oğlumun yarasını görmüşəm. Oğlumda 44 millilik yara yox idi. Bir 10 milli, 15 milli olar. Məhkəmə tibbi ekspertizasına rəydə düzgündür. Orada bıçağı göstərib 15 milli enindədir. Uzunluğu bilmirəm mən. 3.3 yazılır burada. Bəlkə də 3.5-dən yüksəkdir. Aşağıda onu deyə bilmərəm. Amma çöldən mən yaranın səthini özüm görmüşəm. Oğlumun da bədənində heç bir xəsarət olmuşdur. Məhkəmə tibbi ekspertizləri var. Ölümdən bu ani moment az əvvəl kəsici alətlərlə kəsilib və yaralanıbdır. İndi oğlumu öldürənlər qalıb kənarda və o cümlədən çöldə qalan cinayətçilər mənə müxtəlif mənbələrdən təhdidlər göndərirlər ki, oğlumu bıçaqla öldürmüşük, özünü avtomatla tapanca ilə öldürəcək. Yevlax prokurorluğu bu işə biganə yanaşdı və o cümlədən Yevlax hakimi Qalib Paşayevə dəfələrlə vəsatət vermişəm, etiraz vermişəm ki, baxmasın, Şəki Ağır Cəsər Məhkəməsində vəsatət vermişəm, etiraz bildirmişəm ki, başqa rayona versinlər, resmi prokurorluqlar istintaq təzdən aparılsın və heç nədən nail ola bilmirəm. Ancaq mən məktub yığınla məşğulam. Baş prokurorda məktub ünvanlayıram, cənab baş prokurora çatmır. Cənab İlham Kərimova Ali Məhkəməsində məktub ünvanlayıram. Elə deyirlər ki, nəzarətimizdədir. Ancaq 19-cu günü mən olmadan Rafael Əliyev hökm oxuyub, heç bilmirəm orada nə danışıldı. Cənab Prezident, yenə sizdən xahiş edirəm. 19 ay müddətində mən nələr çəkmişəm bir Allah bilir. Xahiş edirəm,
bu iş yenidən iftihası qaytarılsın və araşdırılsın. 19 ay müddətində mən bıçağı gətirə bilməmişəm bunlara, oğlum öldürülən bıçağı. Prokurorluq bıçağı mənə göstərməyib. Ondan sonra dedilər Şəki Ağırdaş məhkəməsindədir. Bir dəfə də məhkəmədən acıq elədim, çıxdım, bıçaq gəlmədiyi üçün. Və orada belə bir cümlə də işlətdim. Dedim, Azərbaycanın məşhur filmləri var. Bəxtiyar Kilosunda Ağabala Delmən oxuyacağım. Bıçağı da gətiriblər, bıçaqda əlinizdə olan. Kamil Etirəmiş bıçaqda mənim əlinizdə var. Amma hansı bıçaqda mən bilmirəm. Əvvəl gündən də bunların arasına çıxmış ki, orada hamının üstündə bıçaq olub, ortada 2 bıçaq var. O bir bıçaq ortaya çıxmır. Mənim oğlumu bıçağa gətirən kimdir və təhrik edən kimdir ki, bunu vurmalısan. Oğlum bir bıçağı tutubdur, bir əlində tutublar, o bir bıçaqla da oğlum vurulubdur. Xahiş edirəm cənab prezident, Şəki məhkəməsinin qərarları olunsun, iş təzədən qaytarılsın.